Herkese Bakı'dan salamlar. Alımda şey var, ona göre kameram. Sen bunu tut. Sen çat görəndə atarsın. Salamlar Bakıdan. Kerim müəllim. Burada şu müəllimi. Necəsən? Asan xidmətə gedirik. Onu göster. Şəxsiyyəti yeniləmək Onu üçün. göster anne. Dağıtıran papay göstər də. Mənim qızlarım da qabaqda gedir. Mercedesləri ilə. Uçma. Yavaş. Göster anne çöpümü atacağım. Balaca da olur. Kör değil. Mənim qızlarımın Mercedesi. Sen nereye gedirsin? Sen nereye gedirsin? Gideyim. Gidin. Hoş olsun. O benim de birazdan yiyeceğim. Hoş olsun. Hala bir yemedim. Hər təkrardan salamlar. Biz qonaqlığa gedirik. Maşallah bura gələndən hələ hər gün demək olar qonaqlıqdayıq. Bu da bizim ikinci qonaqlığımızdır. Gedirik inşallah. Herkese yeni bir günden günaydın. Sabahınız hayır. Yavaş ol. Şey var. Merhabalar. Bakıdaki neçənci günümüzdür? Bir həftədir buradayıq. Video Bir çəkmirdim. hafta değil 800 yerde 900. Bir həftəni keçib də yaxşı. Video çəkmirdim. Çəkməyə vaxtım yox idi. Çünki gəldi, özümüzün başımız qarışıq idi. Bura get, ora get. Təbii ki, hamını görməyə lazım idi. Çoxdandır, neçə ildir heç kimi görmürdük. Qonaq çağırdılar falan. Hələ qonaqlıqlarımız davam eləyir. Saçım başım pis gündədir. Saçıma başıma fikir verməyin. İndi hələlik qaynımgilləyik. Orada qalırıq. Bax. Ütü masasını açmışam. Paltarları ütüləyəcəyəm indi. Uşaqların paltarların. Bu qutulara fikir verməyin. Bu otaqda qaynıma aiddir onlar. Orada bizim hələ də çamadanlarımız qalır. Belə dağınıqlıqdayıq. Hələ heç yerə yerləşməmişik. Elə maşın. Hələ heç yerə tam olaraq yerləşməmişik. İnşallah yerləşərik. Yerləşəndən sonra daha çox bəlli olar nə haldadır, necədir, nə cürdür. İndi hələ ki bir otaqda bütün veşlərlə bir yerdə buradayıq. Biləməm. Neysə, uşaqların paltarlarını ütüləyəcəm. Ondan sonra böyük ihtimalle şəhərə çıxarıq. Gələndən heç şəhərə çıxmamışıq, heç yerə çıxmamışıq ümumiyyətcə. Gəzməmişik, heç yerə də getməmişik. Ona görə onu eləməyi fikirləşirik. Yox, göstərmirəm. Bəlkə göstərmək istəmir. İstəyirsən? İstəmir. Bax, belə. Neysə, indi ütümü ütüləyəcəyəm. Ondan sonra da hazırlaşacağıq. Bəzənib püslənəcəyik. Şəhərə. Ben istemeyeceğim. Tamam, sən oğlansan. Ondan sonra da şəhərə çıxacağıq. Arada uşaqların bəlkə səsi gəlir. Kuxnadadılar, onlar oynayırlar orada. Sizə uşaqları göstərim. Qızlarımı. Oxuyurlar, böyüyüblər biraz. Biz gələndən böyüyüblər. Ay seni kurban olurum. Deniz xanım, Damla xanım. Ne oldu? Neyirəm? 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 Ne oldu? Ne olmuştu? Ne olmuştu balama? Neylemişti? Oynuyorsan sen. İki-üç günün içinde vallahi çok hızlı bir şekilde kilo almışam. Qurpuzu kəsərəm bizim yeməklərə. İndi onu qəşəng ütülüyürəm. Neysə. Sizə özüm şeyimi danışım. Abu havanı danışım. İlk gələn abu havanı. Düzün sözü özümü turist kimi hiss eləyirəm. Özümü kimi hiss eləyirəm. Bildiyin. Turist kimi. Niyə? Çünki o kadar öyrəşmişəm. Ətrafımda hamı türk dilində danışsın.
Özümdən asılı deyil, ətrafımda hamı belə Azərbaycan dili danışır, mənə çox qəribə gəlir. Çox elə interesting gəlir. Bəlkə də bu dediyim sizin üçün biraz şey olar. Ay, bəzi insanlar şey kimi baxırlar. Oraya getmisən, şey olmusan. Yox, heç də elə deyil. Yəni insan bir öyrəşdi, qulağı bir vaxtdan sonra, yəni dildə çox az gəlir, amma uzun müddət. Yəni 8 il yarım az bir müddət deyil. Yəni mən oraya gedəndə Kərim 2 yaş yarım idi. Ona görə də, Yani bunun qoxusuna baxdı. meyvə qoxusu yağır. Meyvə deyib, hə. Kurabiye kokusu. Tərzi belədir də. Anne etrafımda Danış. denən. Şey, mən aklıma şey gəldi. Nəysə, çöldə özümü ona görə qəribə hiss edirəm. Yəni 8 il yarımdan sonra amma şey kimi baxır ki, ay çox vaxt deyil, ay nə bilim nə tezə unutdum falan. Unutmaqla bir əlaqəsi yoxdur. Çöldə məsələn çıxanda mən sürəkli türk dilini eşitdiyimə görə danışıq olaraq adamın istər-istəməz bir qulaq alışqanlığı olur da. Burada isə çöldə çıxanda sürəkli Azərbaycan dilini hiss edirəm. Özümü turist kimi hiss edirəm, özümü az deyil. Bir də necə deyim, çoxdandır gəlmədiyim üçün, heç təkrarlanmadığı üçün mənim üçün bir çox yeri sanki əslində çox yeri unutmamışam. Gördükcə deyirəm, buranı tanıyıram, buranı tanıyıram, bura eynidir deyirəm, amma yenə də mənim üçün şey kimidirlər, yeni kimidirlər. İstər-istəməz özümü çox da hələ ki rahat hiss eləmirəm. O da məncə normaldır. Biraz vaxt keçəndən sonra düzələcək, alışacağam. Məncə elə olacaq. Mən elə düşünürəm. Amma bunu deyim ki sizə, bunu hiss elədim özümdə. Sırazı bilirsiniz nə oldu? Ölkəyə gəldim, ətrafımda hamı Azərbaycan dilində danışdıqca avtomatik dilimdəki türk sözləri azaldı və avtomatik bütün sözlər Azərbaycan dilində işlətməyə başladım. Demək, həqiqətən də insanın sürekli eşitdiyi dil, istifadə elədiyi şey dəyişəndən sonra fərqliləşirmiş. Yəni heç kim deməsin ki, ay getdin 5 gün falan yerdə qaldın, falan şey oldu. Yox, insan bir şeyi çox eşidəndə o insan üçün həqiqətən də bir dəyişiklik olur. Mənim üçün də elə dəyişiklik oldu. Çünki məsəl üçün Türkiyədə daha çox türk sözü istifadə edirdimsə, bura gələndən sonra özümdə hiss edirəm ki, daha çox Azərbaycan dilində söz işlədirəm. Deməli, belə olur. Yəni, evdə təkcə danışmaqla deyilmiş. Çöldə də sənin bunu eşidib qulağının bir aşinalıq olması, qulaqda bir alışqanlıq olması lazımdır. Neysə, uşaqların paltoları yuyulub. Onları qəşəngcə hamısını ütüləyəcəyəm. Ondan sonra hazırlaşacağam. Yavaş-yavaş gedəcəyik. İlk dəfədir şəhərə çıxacağıq. Heç şəhərə çıxmamışıq, yenə dediyim kimi. Mənə maraqlıdır. Çox dəyişiklik var şəhərdə bilirəm. Təzə mağazalar var. Bəzi yerlər təzə tikilib, binalar. Bəzi yerlər eynidir hələ də, heç dəyişilməyib. Məsələn, mən fikirləşirdim, gələcəm hər şey mənim üçün fərqli görsənəcək. Yox, bəzi yerlər eynidir, bəzi yerlər dəyişilib. Hələ uşaqlarla çıxmaq ayrı bir fərqlidir. Bu arada getdik Asan xidmətə şəxsiyyətlərimizin adımızı yeniləməyə. İndi bizim xarici ölkədə şəxsiyyət vermirlər. Pasportu yeniləyə bilirsən, amma xarici ölkədə şəxsiyyət vermirlər. Şəxsiyyəti sadəcə Azərbaycan yəni ölkəyə gəlib ölkədə yeniləyə bilərsən. Biz də şəxsiyyətlərimizi yeniləyirik. Çünki balacaların şəxsiyyəti yox idi. Orada bilirsiniz Türkiyədə doğulduqları üçün. Amma mənim də şəxsiyyətimin vaxtı keçmişdi. Yaşım da olduğu üçün orada. Şəxsiyyətləri vermişik dəyişməyə. Bir dənə bu belə olmasaydı daha qəşəng olardı. Nə deyim, nə fərqlidir məsələn oradan. Türkiyədə əgər sənin balaca uşağın varsa, körpə uşaq 0-3 yaşından bəhs edirəm. Ondan böyük uşaqlardan danışmıram. 0-3 yaşındakı uşaqlara hər zaman öncəlik verirlər. Yəni ilk öncə sıran olsun, olmasın, harda olursan ol, hansı sırada olursan ol. 0-3 yaşında uşağın varsa sənə qabağa verirlər. Sonra 65 yaşın üstündəsənsə yenə qabaqdasan. Məsələn, burada belə deyil. Asan xidmətdə biz uşaqlarla bir yerdə sıra gözlədik. Məsələn, orada yaşlılar var idi ki, sıra gözləyirdilər, sıralarını gözləyirdilər. Orada Türkiyədə isə elə deyil. Əgər 65 yaşın üstündəsənsə, dövlət müəssisələrindən danışıram. Şəxsi yerlərdən danışmıram. Şəxsi yerlərə baxanda o müqayisəni edə bilmərəm, çünki çölə bayra o qədər çıxmamışam. Mən dövlət qurumlarından bəhs edirəm. Məsəl üçün, yaşlı şey eləyirsənsə, nətər deyim sizə, yəni yaşlı növbəsidirsə, növbə gözləmədən yaşlılara 65 yaş üstü, yaşlı dediyim odur, 65 yaş üstünə sırazı yol verirlər. Yəni onlara
Onlar sırasız hər şey gözləyirlər. 0-3 yaşında uşağın varsa, sıra gözləmirsən, sənə həmən yol verirlər. Yəni burada da belə olsaydı daha qəşəng olardı. Çünki körpə uşaqla sıra gözləmək heç də asan deyil. Şəxsiyyət vəsiqəsinə yol gözləyəndə bizim uşaqlar ikisi də başladı ağlamağa, ikisi də başladı mızıldamağa, heç biri qalmadı. Yəni orada bilirəm ki, belə hal yaşayan çox insan var. Məsələn, orada yaşlılar var idi, oturub gözləyirdilər. Bizim onları da birinci yola salmaq daha yaxşı olardı. Nə bilim, bilmirəm. İndi hər ölkənin özünə aid şeyləri var da, qanun qaydaları var. Fərqli deyil, nə eynidir. İndi ilk yaşadığım şey Asan xidmətdəki idi. O fərqli gəldi mənə. Yaşadıqca görəcəyik. Amma insana burada olmaq çox interesli hiss elətdirir. Nə bilim, duyğu olaraq, tam olaraq nə hiss elədiyimi mən də bilmirəm. Bu arada çölə çıxmaya aşırı belə, necə hiss edeyim, alışıq olmadığım üçün sanki çölə çıxmaq mənə biraz qorxuducu gəlir. Sanki heç yeri tanımıram, heç yeri bilmirəm, sanki tamamilə başqa ölkədəyəm. Bilirəm təzə olduğu üçün belədir. Sonra ki, vaxt keçdikcə 1-4 dəfə çölə çıxsam, hamısı keçib gedəcək. Onlara da alışacağım. Yavaş yavaş. Sıxıntı olmaz. Cevap paltarları ütülüyorum. Əmliyim. Biz bugün ilk dəfə gəzməyə çıxırıq. Gəzməyə çıxmışıq da kimsə evinə qonaq getmişik. Amma şəhərə ilk dəfə gedirik biz. Hə, mənim qızlarım. Yola çıxanda qalacaq. Bu da mənim oğlum. Bu da biz. Nə biz? Çuş almışam mən. Üzüm topiş daşıb. Fərdə imkan verir. Koynum normalde o kadar bize yemek yedizdirir. Topiş daşmışam bildiğin geldiğimiz. Neyse. Giyindik, keçindik. Gedirik. Gezmeye. Özümü seçirəm. Çək. Neçə vaxt video çəkmirəm bu zamanlarda. Darıxmışam video çəkmək üçün. Bura Nizami küçəsidir, Kərim, tanış ol. Buradır. Buradır. Bax, buradır. Kəndindən şimdi gedəcək. Kəndindən getmək yerləri qabaqdadır. Bura hələ indi girişidir. Qaranlıqdır. Qabaqda daha qəşəngdir. Bura da başlanğıcdır. Ay papacığız. Oh my God. Nizami çiçəsi. Yakalandın ki Ramin. Paparaziye. Yaşamak istiyorum. Böyle eləmək istəyirsən? Komşu evlərdendir. Aşkım burada yaşamaq olar. Mesela sen uşaq yatsıdırsan millət getir oyuna getir bu yana. Qışqırıq səs-küy git olar adam. Burada Ha. ne qışqırsan. Aşkım mərkəz yerdir. Burada adam heç şey eləmək olar. Burada yaşamaq olar. Mərkəzdə yaşamaq olmaz. İnsan aşkım həmişə qıraqda yaşamaq. Mərkəzdə sadəcə gəzməyə gələ bilərsən. Burada niye yaşayırlar? Aşkım genelde burada heç kim özü evində yaşamır. Kiraya, günlük kiraya mürəyə ev verirlər. Yurda ne oldu? Necədir? Ne? Ətraf, hər yer. Qəşəngdir. Məncə də qəşəngdir. Gözlə qızlarımı götür. Mənim qızlarım yatıblar, mənim qızlarım. Anne şunu da göster. Aşkım, bizim üçün fərqlidir. İnsanlar üçün normal adi şeydir. Çocukta. Ha, çox şey dəyişilməyib. Bəzi şeylər, hətta o satılan oyuncaqlar var, havaya atırlar, işıqlı şəkildə yerə düşürür. Onlar da hələ eyni şeylərdir. Elə o vaxtda satırdılar bunlardan, indi də satırlar. Göster. Göstər. O yavaş-yavaş düşürür yerə. Ondan danışıb bəhs eləyirəm.
Altılı. Sən bir söz deyim, Azərbaycana gələndən Azərbaycan dilim düzəldi. Ondan da. Əməlli başlı bütün sözlər yadıma düşüb, hamısını istifadə eləyirəm. Otomatik və sərhəddə Hayır, elə bir sərhəddə o funksiyanı yüşüyürlər adamı. Bütün sözləri istifadə eləyirəm yəni. yol. Nədən? Alarım. Hə? Alarım. 3 manat. Get biraz ora. Ağac elə ağaca düşməsin də düzəl. Elə yox be. Hadi. Hadi. Öncə düzəltdim. Çok möhkəm edirsən. Yox. Amma tərsinə sən səhv eləyirsən. Bu əlində qalır, onu üzü yuxarı fırladıb atdılar. Qarqovdan çıxdıq, bulvara gəldik. Burada da yay enerjisi deyə bir yer açmışlar. Standlar idi, düzmüşdülər. İçlərində hər cürə şirniyyat zat satırdılar. Düzü heç nə almadım, çünki ürəyim heç nə istəmirdi. Belə baxdım ətrafa, belə ürəyimə yatan heç nə görmədim. Prosta orada böyük pamuk şəkərlər düzəldirdilər. Ondan aldıq. Kərim orada Pokemon seçdi. O Pokemonu çox sevir. Onu seçdi. Onu çox gözlədik. Heyf ki, o qədər gözlədik. Çox yorulduq. 20 dəqiqə əvvəl 10 dəqiqə sırada gözlədik. Ondan sonra sıranı açdılar, pulu verdik, zakazı elədik. Sonra zakazdan sonra da 20 dəqiqə zakazı gözlədik. Yarım saat sadəcə orada 20 dəqiqədən sonra nəhayət bizim pamuk şəkərimizi bizə verdilər. Düzdür, görüntü olaraq çox şirin və çox qəşəng idi. Amma bunu deyim ki, sırada o qədər uşaq və o qədər insan var idi ki, yəni o sıraya görə içəridəkilər biraz yavaş işləyirdi. Mən demirəm insanlar robot kimi olsunlar. Yəni robot olmasalar da belə biraz daha yaxşı, biraz daha tez işləyə bilərdilər. Çox yavaş işləyirdilər. Yəni insanların yəni bu qədər sırada gözlətməyin heç bir mənası yoxdur da. İçəridə yetərincə işçi var idi yəni. Nəysə, onu keçdik. Ondan sonra getdik çay yerində oturduq. Orada əvvəl oturduğumuz yeri bəyənmədik. Sonra yerimizi dəyişdirdik, başqa yerdə oturduq. Özümüzdən neçə ildən sonra qoz mürəbbəsi sifariş verdik. Pis deyildi mürəbbələri, çaylar da pis deyildi. İçdik, amma çox da ürəyim getmədi oradan yana. Yəni ikinci dəfə getmədim. Bir dəfə getdim, yetərlidir. Bir də ki, mən Bakıda heç yeri tanımıram, heç yeri bilmirəm. Sizdən çox böyük xahişim odur ki, mənə Bakıda gedə biləcəyim, gəzə biləcəyim, nəm səhər yeməyi ola bilər, çay üçün gedib otura biləcəyim ola bilər, çay evi ola bilər, gəzməyə fərqli yerlər ola bilər, uşaq üçün əyləncəli yerlər ola bilər. Mənə çox istəyərdim ki, orada kömək eləyəsiniz ki, mən orada harda gedim, vaxt keçirdim, haralara gedim, haraları gedim görüm. Hayır. Ağlayır. Bizim bəxtimiz da yağış yağır. Özdə elə birazdan ötülmüş toyuğa oxşayacağam. Yadımda biz səndən Türkiyədə çıxmışdıq gəzməyə. Suyun içində olduq, gəldik, dənizin içində Bizdə yağış bizlikdir. Həqiqətən yağış bizlikdir. Tam mənliydi. Biz çölə çıxırıq gəzməyə, bizi yağış tutur. Bax, tam mənliydi. Mən göstərim. Tam sən çox atlanıb düşməyin, yıxılarsan. Uşaqların yağmurluğu var. Kolyaskasının. Orada sıxıntı yoxdur o İyi ki barədə. gətirməmisən ha. Yoxsa mən zontin altına soxacaqdım. Ondan demirəm, uşaqların yağmurluqlarından danışıram. Tamam da Orada problem yoxdur. Soxardım. Tabii ki soxardım. Amallı boşda yağır. Nə qəşəng. Oo. Amallı boşda yağır. Birazdan ütülmüş toyuğa oxşayacağam. Bəli, islanmış toyuqla bu dəqiqə qarşı-qarşıyasınız. Babat yağış yağır və biz bu yağışda evə getmirik. Nə edirik? Neçə illərdən sonra avtoş dönər deyə gedirik ora. Mən göstər. Gəldim ki var. İnşallah var. Heç vardı, yoxdu bilmirik də yəni. Koleskanın üstünə tökdüm. Su bırakmasın da qurumağa problem deyil. Ramine bakın. Bize oradan döner alır. Görmemişler biz. Hayır. Neçə ildir dönər yemirik.
Çörəkdir bu. Ha. Yummy yummy. Yummy yummy. Evet. Heç bir yerdə belə dönər tapa bilməzsiniz. İndi bilmirəm dadı dəyişilib ya yox. Ancaq yenə də Azərbaycan dönəri heç yerdə tapa bilməzsiniz. Bizim dönərə quzu kəsərəm. Bizim dönəri. Ben şimdi tadına bakacağım. Bizim ilk defa dönerin tadına bakarak. Evet sağ olun. Sadece olarak sonra pastırmayı getirin bak. Aynen. Abo. Ne oldu? Herkesin sabahı xeyir. En böyük istəyim bu kofe makinelerinden birine sahip olmaktır. Benim dildə var. Oy. İndi ondan özümə cappuccino eləyirəm. Çox sevirəm bu makinaları. Bu arada biz dünənlər gəldik evə, suyun içində, uşaqlar ağlayırdı, yemək istəyirdilər. Onları yedirdirib dirək yatdıq, heç nə eləmədik. Çox gecə idi, saat gecə 1 idi. Səs maşinadan gəlir. İşləyir. Neysə, indi onları yığdızdırmışam. Sizə də uzaqdan göstərim. Buradakı pəncərələrin pərdəsi çox qəşəngdir. Bağlayıram. Çox az bir buraxıram ortanı. Az işıq düşsün deyə işığın qabağını alır. İkisi də yatdı. Birazdan qonaq gedəcək. Qonaq çağırıblar bizi. Gələndən qonaq gedirik ancaq maşallah olsun. Neçə illərdir təbii ki heç kimi görmürük. Ona görə gələndən qonaq gedirik. Neyse, ben oturum cappuccino'mu içim. Sonra hazırlaşacağım. Sonra yavaş yavaş gideceğiz. Kızlarımın lookunu size göstereyim. Kızlarımın bugünkü tərzi. Ve biz gedirik gezmeye. Burada isə baldızım bizi gəzməyə aparıb. Uşaqlar burada əylənirlər. Qəşəngcə minmişdilər. Çarpışan maşın, toqquşan maşın, çarpışan arabalar. İndi artıq hansı dildə danışacağımı da bilmirəm. Çox-çox əyləndilər. Qəşəng keçdi günləri. Ondan sonra çay aparmışdıq orada. Qəşəng çay, sirop. Səhv eləmirəmsə bunun adı siropdur. Əgər səhv deyə də bilərəm adları. Qəşəng ondan içdi, çayımızı içdi. Çox ləzzət elədi. Uşaqlarla doya-doya vaxt keçirdik. Doyunca oynadılar. Bizimkilərin də corablarını çıxartmışıq. İlk dəfə hava dəyir onlara. Burada baldızımın evində divanda uzanıblar. İkisi bir yerdə oynuyorlar. Günlərimiz düzün sözü çox maraqlı keçir. Çünki çoxdan da heç kimi görmürük. Heç kimi görmədiyimizə görə də bizi bol-bol qonaq çağırırlar. Qonaqlıqlara gedirik, bizə maraqlı olur. Burada da hətta yoldayıq, başqa bir yerə gedirik. Ad gününə gedirik əslində. Bizi ad gününə çağırıblar. Orada güya bir gün qalacaqdı, amma elə alındı ki 2 gün qaldıq. Çox da yaxşı oldu, maraqlı keçdi bizim üçün. Uşaqlarla başqa uşaqlar oynamağı çox sevirlər. 2 dənə olduğu üçün daha yaxşı olur. Heç kim dalaşmır uşaq üstündə. Hər kəsə uşaq çatır. O da çox yaxşı bir şeydir. İndi burada taksi ilə yola düşmüşük, gedirik. Birdən yorumlarda mənə rəylərdən sualı verilmişdi. Bu uşaqların arabasını, bəbək arabasını təyyarəyə minəndə necə elədik, pul verdik, vermədik. Bu mənə də çox maraqlı idi. Ona görə buradan buna açıqlıq gətirmək istəyirəm. Biz deməli təyyarəyə əvvəl soruşduq. Bagajları verəndə soruşduq ki, uşaq arabası ilə biz təyyarənin qapısına qədər gedə bilərik ya yox. Bizə gedə bilərsiniz, heç bir problem yoxdur dedilər. Biz də bagajların hamısını verdik. Ondan sonra hətta bagajlara gedəcək, o təyyarənin içinə gedəcək 10 kiloluq bagajlar var. Onları belə alıb bagaja verdilər. Yəni dedilər, içəri aparmağınız əgər vacib deyilsə ehtiyac yoxdur dedilər, buradan verə bilərsiniz. Biz də verdik, çox rahat oldu bizim üçün. Ondan sonra təyyarəyə uşaq arabası ilə getdik. Düz qapısının ağzında, o koridoru keçirsən təyyarənin ki artıq içinə girəcəksən koridoruna. Düz onun qapısının ağzında bizdən qəşəngcə bəbək arabasını aldılar. Onu qəşəng bir dənə böyük bir paketə qoydular, paketlədilər, bağladılar ağzını. Oradan da samolyotun, yəni təyyarənin direkt altına yerləşdirdilər. Yəni bir aşağı düşdülər pilləkənlə, onun altına yerləşdirdilər. Bu arada arxadan damlanın səsi gəlir.
Yəni biz onun üçün heç bir ödəniş eləmədik. Çox rahat bir şəkildə də verdik. Orada da aldılar paketlərdə və bir dənə bizim uşağımız deyildi. Bir neçə dənə bəbək arabası idi. Yəni çox idi. Bir 5-6 dənə var idi. Hamısını qəşəng paketləyib hamısını da eyni yerə qoydular. Təyyarədən çıxanda da təyyarə endi Bakıya. Ondan sonra da təyyarənin həmən çıxışında yenə təyyarədən kənarda çıxırsan, o koridora girirsən, orada yenə bütün bəbək arabalarını gətirdilər. Hər kəs indi öz bəbək arabasını təbii ki tanıyır. Təhvil verdilər, hamısını poşetdən çıxardıq səliqə ilə. Açdıq, elədik, uşaqları otuzdurduq. Onun içinə direkt aeroportun içinə girdik. Yəni bizim üçün aşırı rahat oldu. Çox rahat oldu. Yəni əgər belə bir sual işarəsi varsa ağlınızda ki, biz necə gedərik uşaq arabası ilə, işte bizə pul istəyərlər, istəməzlər, heç bir ödəniş istəmədilər, ödənişsiz bir şəkildə direkt orada aldılar qapının ağzında, amma yaş həddi var, yaş hüdudu var, onu dəqiq bilmirəm. Çünki bizimkilər zaten çox körp olduqları üçün bizdən heç soruşmadılar. Amma bəbək arabasına oturanların uşaqları da yəni bizimkilərdən böyük idilər. Məncə o heç bir sıxıntı olmadı. Yəni mənim təcrübələrim bu şəkildə oldu. Əgər yenə də başqa suallarınız varsa rəylərdə yaza bilərsiniz. Məni buraya qədər izlədiyiniz üçün hamınıza təşəkkür edirəm. Öpürəm. Hələlik. İnşallah gələn videolarda görüşərik. Ay sizler. Ay sizi çəkmək yoxdur bacı. İpə dəyirik. Ondan. Ecel də. Gel buraya bizi çekti. Ay. Gel burada mı çekti? Şuraya bak. Ah neydi? Ramin. Gəldiniz. Ben.